Herkese salam, kanalıma xoş gəlmisiniz. Əgər sizə maraqlıdırsa Trendyoldan bu dəfə nələr almışam, gəlin birlikdə baxaq. İlk növbədə tərəzini açım. Deməli, bir Azərbaycanlı ailəsi olaraq hər evdə olmazsa olmazı tərəzi. Belə. İndi hər halda içində batareyası yoxdur. Ancaq içində reklamında batareyanı hədiyyə verdikləri yazılmışdı. Amma heç bir batareya yoxdur. Bu markadan istifadə eləməmişəm. Əgər siz istifadə eləmişsinizsə, mütləq şəhər bölmələrində yazın, bölməsində zəhmət olmasa. Belə. Bunun nə olduğuna baxaq. Zəhmət olmasa səhifəmə abunə olun, məni takip etməyi unutmayın. Aha, Penti'dən aldığım kalbutkanın gəlmə şəklinə baxın. Amma əslində birbaşa kargo klopunun içinə qoyulmamışdı, paketin içinə. Deməli Penti markasıdır, göstərdim yəqin ki. Bunu mamaya almışam. L, XL razmeridir. Ümid edirəm ki, əyninə olar. Belə gözləmirdim əslində. Bir sanslardandır. Bu içi qalın, tüklü, amma üstü belə qara kapına oxşayır. Açığı bu keyfiyyətdə gözləmirdim. Daha keyfiyyətli bir şey gözləyirdim. Ayaq hissəsi amma qalın deyil. Normal bildiyimiz kalbotkalar kimidir. Deni yüksək olan kapron kalbotkalar kimidir. Biraz mənə bir təhər gəldi. Bunu mama əynində mütləq geyinsin. Necə olduğunu sizə buralarda bir yerə qeyd edəcəm ki, anam bunu bəyəndi, yoxsa bəyənmədi. Üstünə qoyum. Daha sonra kəsmə taxtası almışam. Keçən videolarımda sizə məlumat vermişdim ki, mən əslində çalışıram ki, kəsmə taxtasıdır, qaşıqdır, böyük qaşıqlardır, çömçələrdir və salat qablardır ki, hansı ki, içində salat hazırlayıb qarışdırıram. Onları çalışıram ki, metaldan istifadə edeyim, ya da taxtadan istifadə edeyim, şüşədən istifadə edeyim, yəni plastik qablardan istifadə eləməyim. Sizə də onu məsləhət görürəm, şiddətlə tövsiyə edirəm, çünki orada çox videolar izləmişəm. Dəhşət ziyanlıdır, bir nömrəli xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Aha. Bu da belə üstü şüşədir, kəsmə taxtam. İndi üstü biraz tozludur. Şüşənin özündə çizik var. İndi bilmirəm ki, bu yuyulanda gedəcək yoxsa yox. Bu formada da altı ağdır və belə yapışqanları var. Böyük ehtimal ki, bu stola yapışıb tərpənməməyinə görə hərəkət etməsinin. Ancaq onu da istifadə edib sizə aşağılarda, buralarda bir yerdə qeyd edəcəm ki, necədir bu hərəkət edir stolun üstündə yoxsa yox. Belə görünüş, amma həqiqətən çox qəşəngdir. Yerləşdirim. Bununla davam etmək istəyirəm. Aha, bu da Penti'nin ikinci kalbutkası. Ümid edirəm ki, bu digərindən daha yaxşı olar. Çünki digərini açığı heç bəyənmədim. Həm qiymətdə əslində bahadır, yəni ucuzu deyildi. Həm də çox uzun müddət onu gözləyirəm gələcək. Bu içi belə qalın, isti. Bu daha qəşəngdir. Mən əminəm ki, anam da bunu bəyənəcək. Bunun hər ikisi anamındır. Bu da görüm hansı razmerdir. Bu 3XL-dir. Bu 100% mamaya olacaq. Və əminəm ki, daha keyfiyyətlidir. Belə, bu belə olmağına çox sevindim. Bu kalbotkanı çox uzun müddət gözlədiyimə görə, açanda onun bu keyfiyyətli olduğunu görəndə həqiqətən çox belə bir təhər oldum. Bilmirəm, sizdə də elə olur ya, yox. Paketdə bağlamaları açanda, əgər o bağlamanı bəyənmirəmsə, həmin məhsulu bəyənmirəmsə, çox belə pərt olmam. Çox belə üzülürəm. Çünki alanda çox belə həvəslə alıram. Çox bəyəndiyim şeyləri alıram əslində.
Yəni ki, heç vaxt belə yola verdi kimi almıram. Buna görə fikirləşirəm ki, niyə də yaxşı gəlməsin. Bunu oğluma kaldıqları almışam. Belə qəşəng görsən, paketləməsi də çox qəşəngdir. Buralarını göstərim sizə. Markaları da elə göstərirəm. Belə bir xırda bir not qoyublar. Təşəkkür edirəm notları üçün. Mutlu və sağlıqlı günlərdə istifadə etməyimizi diləyirlər. Belə, indi kalboxdanı açım, birlikdə baxaq. Ümid edirəm ki, razmeri yaxşı olacaq. Rəngləri şuxdur, qəşəngdir. Ay yox. Amma elə bir ölçüsü olmayacaq. Balaca kimi gəldi mənə, bilmirəm. Ya da ki, kalbotka yığılır axı. Bəlkə ona görədir. Ayaq hissəsində belə bunda it. Birində deyəsən qurbağadır. Biri də pingvindir. Məncə bunlar unisex-dən də körpə uşaqlardan nə cinsiyyət, yəni hamı üçün, qızlar üçün də, oğlanlar üçün də istifadə etmək olar. Material çox qəşəngdir, keyfiyyətlidir, əsas istidir. Ölçüsü də yaxşıdır. Mən deyəsən yaş yarımlıq sifariş vermişdim. Amma yaş yarım üçün bu əslində qısa tutdu. Mənim oğlum balacadır. Amma ki, bütün Azərbaycanlı mamalar kimi gələn ildə geyinsin. Bu şəkilləri də göstərim sizə. Bu əjdahadır, elə bildim qurbağadır. Bu da pingvindir. Çox qəşəng rəngləri. Mən əslində çox bəyəndim. Bunu da buralara yerləşdireyim. Nənə bala kalbotkalarını yan yana qoyum. Və son bağlamam. Bu da oğlanlarımın papağı olmalıdır. Şapkaları. Aha. Biraz səliqəsiz açdım. Belə. Bunlar da çox yaxşıdır məncə. Keçənlər. Bunu desən Etsy Vakikidən almışam. Biraz ölçüləri xırdadır. Məsələn 18-36 yaş tam adam elə gəlir ki, balacadır. Bilmirəm, qulaqları var yoxsa necədirsə daha iri görsənir. Bu qədər. Əgər bəyəndisə videomu bəyənin. Kanalıma abunə olun. Məni dəstəkləməyi unutmayın. Sağ olun, sevgilə qalın.